Salam aleykum değerli kimya severler, değerli kimyayla nəfəs alanlar, yaxşı kimya üçün vəsait axtaranlar. Mən bu günlərim çox dəyərli insan, çox savadlı pedaqoq, neçə abituriyentlərin öz arzusuna çatmasında böyük rolu olan, çox ləyaqətli bir kimyaçı, savadlı bir kimyaçı, Dövlət İmtahan Mərkəzinin əməkdaşı Kəmalə Əzizovanın şagirdlər və abituriyentlər üçün dərs vəsaiti haqqında məlumat vermək istəyirəm. Çox dəyərli bir vəsaitdir, çox keyfiyyətli bir vəsaitdir və inanın ki, bu kitabı alıb stol üstü kitab kimi özündə saxlayan insanlar demək olar ki, çox böyük nəticə əldə edə bilərlər. Çünki həqiqətən bu kitab çox faydalı bir kitabdır, çox əhəmiyyətli bir kitabdır. Bu kitabda diqqətlə baxsaq, məsələn, mündərəcatında baxın, səliqəli şəkildə hər bir şey səliqəli şəkildə öz əksini tapıbdır. İstənilən nəticələr var burada. Eyni zamanda baxın, qeyri-üzvü kimya hissəsində səliqəli ayrılmışdır. Üzvü kimya hissəsində səliqəli ayrılmışdır. Daha sonra məsələn burada kitabın içindən bəzi fikirlər göstərmək istəyirəm. Bax, kimyanın ilkin anlayışlarında baxın, lazım olan hər bir şey, fiziki xassələr, kimyəvi xassələr, keçidlər, hətta məsəl üçün bu hissəyə baxın, abituriyentlər üçün çox narahat olancı bir yerdir. Eyni zamanda məsəl üçün daha faydalı bir hissələr, daha sonra burada məsəl üçün çox faydalı şəkildə hər şey öz əksini tapmışdır. Və yaxud da məsəl üçün burada qarışıqların ayrılması haqqında çox vacib məlumatlar var. Bunların şəkilləri də baxın diqqətlə, gözəl şəkildə. Hətta burada DİM test toplusunda səhifədə deməli çox geniş məlumat verilib ki, yəni hardan işləmək olar. Və yaxud da məsəl üçün maddə miqdara və qadroya aid. Baxın, məsələlərin həlli üçün istiqamətlər var burada müəyyən qədər. Görürsünüz, fikir verirsiniz. Yəni buradan müəyyən nəticələr əldə etmək mümkündür. Və yaxud da məsəl üçün hibridləşmə haqqında. Hətta bura baxın diqqətlə. Burada yüksək səviyyədə məsələn baxın, bunları da gözəl şəkildə təqdim eləmişdi. Fikir verin, çox gözəl şəkildə hər şey burada. Həqiqətən çox gözəl kitabdır. Həqiqətən burada baxın keçidlər. Eyni zamanda məsəl üçün burada tutaq ki, qeyri-üzvü birləşmələr əsasən baxın, aqreqat hallar, eyni zamanda bunların hansı sinifə oksidlər, amfoter oksidlər, qarışıq oksidlər, turşu oksidlər, sonra burada məsəl üçün hansı elmi görün nə maraqlıdır. Hansılar nəyə əmələ gətirə bilər, çox maraqlıdır. Yəni həddindən artıq. Baxın, görün nə maraqlıdır. Başqa nə istəyirsiniz? Başqa nə istəyə bilərsiniz? Sonra məsəl üçün burada tutaq ki, məsələn, məhlulların indi bir hissəsini çəkmişəm. Həllərin izahı üçün çox böyük istiqamətlər var. Hətta buradan baxandan sonra buradakı məsələləri eləmək üçün də nömrələr verilibdir. Və yaxud da məsəl üçün karbon haqqında baxın, şəkil dəyişmələr haqqında çox geniş məlumat verilib. Yəni indi hamısını göstərməm. Baxın, alınmalar, sənayedə alınmalar, laboratoriyada alınmalar. Sonra məsəl üçün burada qeyri-üzvü birləşmələrin fiziki xassələri haqqında baxın, ümumi geniş bir məlumat veribdir. Görün nə maraqlıdır. Mən də burada bu şəkildə göstərirəm. Eyni zamanda burada məsəl üçün qeyri-üzvü reaksiyalar, mən bir hissəsini belə çəkmişəm, kamp düşməsində, yəni sonra hamısını buradan əldə eləməyin də, yəni bu məlumatdır. Ona görə belə çəkmişəm. Eyni zamanda məsəl üçün baxın, üzvü kimya haqqında məlumatlar. Daha sonra məsəl üçün baxın, yəni üzvü kimyada reaksiyalar, yəni özüm belə çəkirəm ki, hamısı düşməsin də. Ondan sonra məsəl üçün burada diqqətlə fikir verirsinizsə, bax, artıq burada üzvü reaksiyalar haqqında məlumatlar verir. Eyni zamanda burada məsələn yenə üzvü reaksiyalar haqqında məlumatlar verir. Yəni ki, çox geniş şəkildə hər şey burada deməli verilmişdir. Çox gözəl bir kitabdır, tövsiyə edirəm. Uca Allahdan xeyir diləyirəm Kəmalə xanıma. Çünki savadlı adamdır və Allah Subhanahu taala da savadlı insanlara həmişə dəyər verir, bəhrələndirir. İnşallah Uca Allahdan bol-bol uğur və xeyir diləyirəm. Selamun Aleyküm və Rəhmətullahi və Bərəkatuhu.